Bir nəfər gəldi Həzrətin huzuruna ərz elədi. Yəvnə Rəsulillah, gördünüz, getdiniz, nə oldu? Nələr olmuşdu? Həqiqətən də böyük faciələr olmuşdu. Aylar öncə bu çarivan Mədinədən çıxanda bu çarivanın rəhbəri Hüseyn ibn Əli idi. Bayraqdar Kərbəla, ələmdar Kərbəla Həzrət Əbülfəzl ağa, Əli Əkbər, Bəni Haşim cavanları, İmam Həsən ağanın övladları, İmam Hüseyn ağanın övladları, Bəni Haşimin o qeyrətli cavanları, xanım Zeynəb izzətlə Mədinədən çıxmışdılar. Amma geri dönür, fəqət İmam Səccad sağdır. Əsarət görmüş karivan, bir çoxları şəhid olubdu, hətta uşaqların bir çoxları şəhid olubdu. Faciələr baş verirdi. Bu mövzuda bir neçə adam İmam Səccad əleyhissalamla diyaloq aparıbdı. Bu adam ki ərz elədi, gördünüz nə oldu, nələr baş verdi. İmam Səccad o adamın cavabında buyurdu, fikir elə, gedməsəydik nələr baş verərdi. Cavab budur. O adam gəlir, məsələyə zahirən yanaşır, faciəvi nöqteyi nəzərdən. Həqiqətən də böyük faciədir, düz də deyir. Muhsin kimi, Əbəlfəzl Əbbas kimi, Əli Əkbər kimi cavanlar hamı şəhid olur, əsarət çəkib karivan dönüb gəlir, faciə. Nələr oldu? Ağa buyurur ki, gedməsəydik nələr olardı? Sən ondan danış. Gedməsəydik, bəli, şəhidlər sağ qalardılar. Bu hərəkat və inqilab olmasaydı. Amma həqiqət, din, şəriət, Qur'an məhv olardı. Vicdanlar məhv olardı. Ağıl, məntiq məhv olardı. Hətta İslam dinindən heç bir ad qalmazdı. İndi hansı ağır faciədir? Getməsəydik gör nələr olardı. Bəli. Çox böyük faciələr olardı. Elə ki, Üsərani İmam-ı Səccad əleyhissalamı əsir şəkildə Şamə gətirdilər. Şamın girişində, dərvazasında bir nəfər Həzrətə ərz elədi. Diqqət eləyin, Həzrət hansı vəziyyətdədir? Əsirdir, boynunda, qollarında, ayaqlarında zəncirlər, faciə. İmam Bahir əleyhissalam, İmam Səccad əleyhissalam şəhid olanda ağlayırdı. Deyir, 35 ildir Kərbəladan keçir, həmin zəncirlərin izi İmam-ı Səccad əleyhissalamın boynunda qalmışdı. Çox faciə idi. Böyük bir məsələdir. İmam boynunda zəncir, əsir şəkildə Şamın dərvazasına yaxınlaşır. Orada bir nəfər sual verdi. Düzdür, sual, yaxşı sual deyil. Amma verdi sualı. İstəyir ola bilsin, dil yarası vursun. Kim qalib oldu? Bu döyüşün, bu inqilabın, bu qarşı durmanın qalibi kimdir? Zahirdə, dünyəvi nöqteyi nəzərdən hamı bilir ki, bəlidir, zahirdə bunlar əsirdir, deməli məğlub olublar ki, əsirdirlər də. Həzrət buyurdu ki, qalib bizik. Biz qələbə çalmışıq. Biz məğlub etmişik qarşı tərəfi. Keçən cümədə bunu izah elədik.
Hədəflər nöqteyi-nəzərdən. Kim hədəfinə çatırsa o qalibdir. Həzrət buyurdu ki, qalib bizük. Diqqət edin. Deyir, biz getdik. Allah Rəsulunun adın və dini diriltdik, dini əsarətdən çıxartdıq. Bu dini Bəni Ümeyyə əsir etmişdilər. Bu dini azad eləyib, dinin o əsarət zəncirlərin öz boynumuza keçirdim, özümüz əsir olmuşuq. Çox böyük sözdür bu. Həzrət buyurur ki, biz qalib gəlmişik. Bəni Ümeyyə, Yəzid, Muaviyə nə istəyirdilər? Onlar istəyirdilər ki, cahiliyyətə qaytarsınlar, cahiliyyət dövründə. Dini, şəriəti, dəyərləri, Peyğəmbərin adın, Qur'anı məhv etmək istəyirdilər. Həzrət də buyurur ki, biz getdik, yəni hərəkatımız, bu qiyamımız nə üçün idi? Allah Rəsulunun adın yaşadmaq üçün. Dini yaşadmaq üçün. Dini əsarətdən azad etmək üçün Bəni Ümeyyə düşmən dini, dinin qanunların, şəriətin qanunların əsarətə salmışdılar. Bu din əsir olmuşdu. Biz getdik, dini əsir elədik, dinin boynunda olan o əsarət zəncirlərini çıxardıb saldıq boynumuza, özümüz əsir olduq, amma dini, dəyərləri, Peyğəmbərin adın azad elədik. Biz qalibük. Və buna oxşar məsələ o ki, bir nəfər gəldi İmam-ı Səccad əleyhissalama Mədiniyə qaydanda, Mədinənin girişindəki Mədinə əhli çıxdılar karvanı qarşılamağa. Sual verdi, mən el-qalib. Kim oldu qalib? Başqasıydı o adam. Bu dil yarası varmaq istəyirdi. Zehnimdə düz qalsa Məhəmməd ibn Təlhə olubdu bu. Həzrət ona demədi biz olduq ya yox. Ona başqa cavab verdi. Görsünüz, ikincisini ərz elədim, üçüncüsü budur. Həzrət ona belə buyurdu. Dərhal demədi ki, biz qalib olduq. Həzrət ona buyurdu ki, əzan, namaz vaxtı olanda, əzan, iqamə oxu, onda biləcəksən kim qalib olubdur. Əzan, iqamə dinin şüarıdır da. Muaviyə istəyirdi əzanı, iqaməni, Peyğəmbərin adın əzanda məhv eləyə, açıq-aşkar deyirdilər onu. Ha? Kim qalib oldu? Həzrət demir biz. Deyir namaz vaxtı olsun, əzan, iqamə denən, onda biləcəksən kim qalib olubdur. Bizim inqilabımız, bizim hərəkatımız, Kərbəla inqilabı bu əzanı, iqaməni, dini, Peyğəmbərin adın, namazı qorumaq üçündür. Əgər əzanı, iqamədə sən əşhədü ənnə Muhammedən Rasulullah desin, Allahümmə salli alə Muhammed və ali Muhammed, onda biləcəksən ki, qalib kimdir? Çünki biz əzanı, namazı qorumaq üçün inqilab eləmişdik, hədəfimizə yetişmişik, deməli qalibik. Qarşı tərəf əzanı məhv eləmək üçün, Peyğəmbərin adını məhv eləmək üçün, şəriəti, dəyərləri məhv etmək üçün qiyam eləmişdi. Onu məhv eləyə bilməyibdi.